üçün yarandın, vətənin hər anında xalqına dayaq oldun. Bayrağını ucaltdın, ən yüksək zirvəyə sən, millətini də tanıtdın, dünyada hər kəsə sən. Baxıb təxirlənir, qoyduğun o hisslərə, Azərbaycan oğlunun adı düşüb dillərə. Sən Azəri oğlusan, bu diyar üçün yarandın, sən Azəri oğlusan, Türk Azəri yarattın. Müstəqilliyi əbədi, sarsılmaz və dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli Azərbaycanı gələcəkdə daha da yüksəklərə qaldıracaqdır. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikası, Azərbaycan vətəni. Mən inanıram ki, Azərbaycan dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs, heç bir yolla sarsıda bilməyəcək. Müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir. Həyatın müəllimliyi həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Gözlərində açılır bu millətin səhəri, sənin adınla bağlı bu xalqın hər zəfəri. Qədəmin dəyən yerdə səhralarda gül açır, Gülüstana çevrilir yurdun kəndi şəhəri. Güneş doğur elə bir harda çəkilir adın, dosta fəxarət gəlir, gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, azadlığı, inamı xalqa sən bağışladın. Sən